İzləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli İsaməddin. Bugün sizə monitorinq imtahanına hazırlaşan şagirdlər üçün növbəti 9-cu mini sınavımızı təqdim edirik. Əgər bu sınavları ödənişsiz formada əldə etmək istəyirsinizsə, 077 752 2893 WhatsApp nömrəsinə yaza bilərsiniz. Düz bucağın təpəsindən 2 şua çəkilib. Deməli, bizim düz bucağımız var. Bilirsiniz ki, düz bucaq 90 dərəcəli bucaqdır və bunun təpəsindən 2 dənə şua çəkdik. Bu şualar düz bucağı dərəcələri 2, 3, 4 nisbətində olan üst bucağa ayırır. 2, 3, 4 nisbəti deyəndə siz bunu belə başa düşün ki, bura 2x-dir. Yəni yanına bir hərf yazacaqsınız ki, bunun hansı nisbətdə bölündüyünü ifadə edə biləsiniz. 2 pay bura düşüb, yəni 2 dənə x bura düşüb. 3 pay bura düşüb, 3x. 4 pay da bura düşüb, 4x. Və bilməlisiniz ki, bu 2 pay, 3 pay və 4 payın cəmi bizə 90 dərəcə, yəni düz bucağı verməlidir. 2 üstəgəl 3, 5, üstəgəl 4, 9x bərabərdir 90. X bərabərdir 10. 99-a böldüm 10. Bizdən ən böyük bucağı soruşur. Ən böyük bucaq 4x olduğuna görə 4-ü 10-a vururuq, bərabərdir 40. Ən balaca bucağı soruşsaydı 2-ni 10-a vurardıq. Ortancıl bucağı soruşsaydı 3-ü 10-a vurardıq və cavabı tapardıq. İkinci sualımız. Bir qabın 1/3 su ilə doludur. Qaba 10 litr su əlavə etdikdən sonra qabın yarısı dolmuş olur. Qabın tam həcmi neçə litrdir? Bu sualı tənlik yolla yazmağı öyrənək. Biz qabın ümumi həcminə x deyəcəyik. Bilmirik də qab nə qədərdir, x-dir. 1/3 doludsa yazacağıq ki, 1/1 x-i dolub, üstəgəl 10 litrdə su əlavə olunsa, yarısı dolacaq. Yarısı nə deməkdir? Yarısı yəni 2-də 1 x deməkdir. Yəni 2 dənəsindən 1-i deməkdir. 2-də 1-i dolub deməkdir. Biz bu sualı həll edərkən məxrəcdən azad edə bilərik. Mən indi bunun şəklini də çəkməyə çalışacağam, amma tənliyi qurmağı indidən öyrənək. Çünki bu sualların belə deyək də çətin tipində şəkil çəkmək mümkün olmayacaq, tənliyi qurulacaq. Bax, bu tənliyi həll etmək üçün biz düşünürük ki, 3 və 2-yə ortaq ədəd neçədir? 3 və 2-nin ortaq ədədi 6-dır. Yəni vurma cədvəlindən 6. Bütün ədədləri, bütün ifadələri 6-ya vururuq ki, məxrəclər yoxa çıxsın. Fikir verin. 6-nı 3-ə böləcəm, aşağıya böləcəm. 2, 2-ni 1-ə vurdum 2x. Üstəgəl 6-nı 10-a vurdum 60. 6-nı 2-yə böldüm 3, 3-ü 1-ə vurdum 3x. Baxın, tənliyimiz adi kəsirsiz formaya çevrildi. Buradan da 60 bərabərdir 3x çıxılsın 2x. Yəni 60 bərabərdir x-a. Əla. Deməli, qabın həcmi nə qədər imiş? C variantı 60 litrə bərabər imiş. Belə göstərək, bizim 3 hissəli bir qabımız var. 3 hissəli bir qabımız var, baxın. 3 hissəli bir qabın 1/3 doludur. Yəni bu hissəsi su ilə doludur. Buna 10 litrdə su əlavə etsək, baxın, buna 10 litrdə su əlavə etsək, qabın təmiz yarısı dolacaq. Deməli, bu əlavə etdiyim 10 litr ortadakı hissənin yarısıdır da. Yəni bu 3 hissədən ibarətsə, bunun tən yarısı 1 və yarımdır. 1 bütöv və bir də yarısı. Yəni bu ortadakı hissənin yarısı 10 litrdirsə, bu yuxarı yarısı da 10 litrdir deyə bilərikmi? O zaman biz 1 paya, yəni buradakı 1 bütöv hissəyə 20 litr deyəcəyik. Bura 20 litrdirsə bütövlükdə, bu da 20 litrdir. Aşağı hissədə 20 litrdir. Deməli 3 dənə 20 bərabər də 60 litr. Cavab oldu C variantına bərabər. Üçüncü sualımız, ardıcıllıq bu qayda ilə davam edir. 3, 7, 15, 31 və 63. 3-dən 7-yə necə keçə bilərik? Məsələn, üzərinə 4 gələ bilərik. Yazdım, üzərinə 4 gəldim. 7-dən 15-ə necə keçə bilərik? Üzərinə 8 gəldim. 15-dən 31-ə 16 gəldim. 31-dən 63-ə 32 gəldim. Yəni aralarındakı fərqlərə baxıram. Deməli, baxa bilərsiniz, artırdığım ədədlər özü 2 dəfə artır. Yəni hər dəfə topladığım ədəd 2 dəfə artmış olur. İndi baxın, 4-ü 2-yə vurduq 8, 2-yə vurduq 16, 2-yə vurduq 32. 32-ni 2-yə vuracam, neçə eləyəcək? 64 eləyəcək. Yəni mən 63-ün üzərinə 64 gələcəm. 127 sualımızın cavabı olacaq. A variantı doğru cavabımızdır. 4. A üstəgəl B 15, C 4 olarsa, bu ifadənin qiymətini hesablayın. Deməli, 3A üstəgəlsin 3B çıx 2C. Burada 3-ü mötərizə xaricinə çıxara bilərsiniz. 3-ü çıxardım mötərizə xaricinə. A üstəgəl B bağla çıxılsın 2C bərabərdir. 3 vurulsun. A-nın qiyməti, A ilə B-nin cəmi 15-dir, düzdür?
A-nın B-nin cəminin yerinə 15 qoydum. Çıxılsın 2 vurulsun C-nin yerinə 4 qoydum. Bərabərdir. 45 çıxılsın 8, 37 elədi. Cavab oldu A variantına bərabər. Videolarımız faydalısa videomuzu bəyənin və paylaşın ki, daha çox insan faydalanmış olsun. Ədədi 17-yə böldükdə natamam qismətdə 12 alınır. Hansısa bir ədədi böldüm 17-yə, natamam qismətdə 12 alındı. Qalığı elə bilmirik. Bu bölmə əməlində bölünənin ala biləcəyi ən böyük qiymət. Baxın, ədədi 17-yə bölmüsünüzsə, qalıq ən böyük 16 ola bilər. Çünki qayda var. Bölənlə qalıq arasında bir qaydamız var ki, bölən qalıqdan böyük olmalıdır. Qalıq böləndən kiçik olmalıdır. Bu qaydamızdır. Və indi biz bölünəni tapmaq üçün buradakı ədədi böləni qismətə vurub üzərinə qalığı gələcəyik. 17-ni 12-yə vurub üzərinə qalığı gəldim. Bu da 220 eləyir, səhv eləmirəmsə. 7 vur 2, 14 eləyirsə üzərinə 6 gələndə C variantı 220. Yenə də bunu siz doğru hesablayın. Bunu bir daha sizə tapşırıq olaraq verirəm. Videonun rəy bölməsinə görə kimlər videoya axıra qədər baxır. 5-ci sualın, bax bu hesablamasının cavabını düzgün şəkildə qeyd edəcəksiniz. 6-cı sualımız. Mağazada hər 4 dəftər alana 1 dəftər hədiyyə verilir. Cəmi 35 dəftərlə mağazadan çıxan bir şəxs neçə dəftərin pulunu ödəmişdir? Bax, 4 dənə dəftər alanda 1 dəftər nə edir? Hədiyyə verilir. Bax, yazdım. 4 dəftər aldı, üstə gəl 1-i hədiyyə verildi. Deməli, 5 dəftər alanda bu 4-ünün qiymətini ödəyir. 5 dənə dəftər alanda 4-ünün qiymətini ödəyir. Bax, növbəti yenə 4 dəftər alsa, bir dənəsi hədiyyə. Yenə 5 dəftər aldı, 4-ünü ödədi. Deməli, hər 5-likdə 4 dənə pul ödəyir. 4 dəftərin pulunu ödəyir. İndi 35-in içərisində neçə dənə 5-lik var? 7 dənə 5-lik var, düzdür? 7 dənə 5-liyin hərəsində 4 dəftərin pulunu ödəyirsə və 7-ni 4-ə vuraram, 28 dəftər pulu ödəyib. B variantı. 7. Açıq bucağın təpəsindən keçən şüa onu 2 qonşu bucağa ayırır. Açıq bucağımız bilirsiniz ki 180 dərəcədir. Təpəsindən keçən 2 dənə şüa onu 2 bucağa ayırır. Sadəcə bir şüa keçir və 2 bucağa ayrılır. Bu bucaq, bu bucaq. Bucaqların fərqi 40 olarsa, kiçik bucağın ölçüsünü tapın. Fərqi 40-dır nə deməkdir? Yəni, biri balacadır, biri 40 vahid böyükdür. Və yaxud da biri böyükdür, biri 40 vahid balacadır. 2 yol deyəcəm. 1. Balacaya x-dir, böyüyə x üstə gəl 40-dir. Və bunları topla, 180-ə bərabər elə. Hamısını topladım. Bərabər edim 180-ə. 2x bərabərdir. 180-dən 40 çıxdım. 140. X bərabərdir 70. Bu birinci yol. Balaca 70. Böyük 70 üstə gəl 40. Yəni 110. Bunun tənliyini başqa cürdə qura bilərsən. Böyüyə x-dir. Balacaya x çıx 40-dir. Və topla nəyə bərabər elə? 180-ə bərabər elə. Bu tənlikdə də siz x-in birinin qiymətini 110, birinin qiymətində 110 çıx 40, 70 alacaqsınız. Yəni, bütün hallarda kiçik bucaq B variantı 70-dir. Böyük bucaq nədir? 110-dur. Bir dənə də alternativ üsul deyək. Balacaya bir A deyək. Və yaxud da böyüyə A deyək, balacaya bir B deyək. Bir saniyə. Birinə A deyəcəyik, birinə B deyəcəyik. Buranı yazdıq, eyb yox. Bura bir A deyək, burada B deyək. Bu işarələr burada səhv düşdü. Silə bilmədim. A və B-ni biz nə edəcəyik? Cəmini 180-ə bərabərləyəcəyik A və B-nin. Cəmi 180-dir, çünki açıq bucaqdır. Fərqi isə 40-dır. Çünki fərqin 40 olduğunu verir. İndi böyük bucağı soruşsa, yadınızda saxlayın, bu ədədləri toplayıb 2-yə böləcəksiniz. Kiçik bucağı soruşsa, bu ədədləri çıxıb 2-yə böləcəksiniz. Bizdən kiçiyi soruşur. 180-dən 40-a çıxacam. 140, 2-yə böldüm. Belədir, 70. Cavab oldu B. Baxaq 8-ci sualımıza. Saat 15:00 göstərəndə saat və dəqiqə qəbələri neçə dərəcədə bucaq əmələ gətirəcək? Burada saatı yaxşı bilməliyik. 12 buradadır saatda. 1, 2 və 3. 3 olmağı üçün balaca əqrəb 3-ün üzərində olmalıdır. Böyük əqrəb 12-nin üzərində. Yəni 15:00 3 deməkdir. Belə olduğu halda bu 90 dərəcəli bucaq əmələ gətirir. Yəni düz bucaq. 90 dərəcə bizim cavabımızdır. 9-cu sual. Radiusu 10 cm olan çevrənin daxilinə onun tərəflərinə toxunan bir kvadrat çəkilib. Bu kvadratın diaqonalının uzunluğu ilə həmin çevrənin diametrinin cəmini tapın. Deməli, bir dənə çevrəmiz var. Bu çevrənin içərisinə bir nə çəkilib? Kvadrat çəkilib. Yadınızda saxlayın, çevrənin içərisinə kvadrat çəkilibsə, kvadratın diaqonalı çevrənin diametridir.
Kvadratın diaqonalı çevrənin diametridir. Diametr çevrənin mərkəzindən keçən ən böyük vətərdir. Diaqonal da kvadratın qarşı bucaqlarını birləşdirən xəttdir. Radius 10-dursa, bura 10, bu da 10. Kvadratın diaqonalı olur 20. Diğerində bu kvadratın diaqonalı, yəni 20 ilə həmin çevrənin diametri. Elə diametri də 20-dir. Cəmi topladım 40. Cavab oldu 40-a bərabər. İki qonşu bucağın ölçüləri 1/5 nisbətindədir. Baxın, biri 1x-dir, biri 5x-dir. Yadınızda saxlayın, qonşu bucaqların cəmi 180-dir. Yəni toplayacağım, 180-ə bərabər eləyəcəm. 6x 180-dirsə, x olur 30. Bucağın biri 30 dərəcə, biri də 5 vur 30. 5-i də 30-a vuranda neçə eləyir? 150 eləyir. Bu bucaqların fərqi 150 çıx 30. Yəni 120 dərəcədir. Cavab oldu 120-yə bərabər.